05-i 01-in ilk ciddi restylinqi hesab etmək olar. Baxmayaraq ki, ilkin mərhələdə o tamamilə fərqli görünə bilərdi. Modelin ilk 5 prototipi 1976-cı ilin sonunda hazır idi. Amma avtomobilin görünüşü qəbul komissiyasını qane etmədi və layihəni yenidən işləmək lazım gəldi. Nəticədə Piterka bu gün tanıdığımız formaya gəlib çıxdı. Əvvəlki modellərlə silüet oxşar qalsa da avtomobil yeni kuzov panelləri, düzbucaqlı optika və yeni bamperlər aldı. Xrom elementlər və ön qapılardakı kiçik pəncərələr ləğv olundu. Salon da köklü şəkildə dəyişdi və içəridə plastik elementlərin sayı artdı. Bundan əlavə 5-lik klassik ailədə bir çox yeniliyi ilk dəfə təqdim edən model oldu. Standart komplektasiyada arxa şüşənin qızdırılması, ön qapı şüşələri üçün üfürmə sistemi, yan güzgülərin salon daxilindən tənzimlənməsi və qaz paylayıcı mexanizmdə kəmər ötürməsi məhz bu modeldə tətbiq olundu. Nəticədə Vaz 2105 bütün klassik modellər arasında ən uzun ömürlülərdən birinə çevrildi. Bu model müxtəlif modifikasiyalarla 31 il, yəni 1979-cu ildən 2010-cu ilə qədər konveyerdə qaldı və ümumi tirajı 2 milyondan bir qədər çox oldu. Ralliyə gəldikdə isə Vaz 2105 ailəsinin xüsusi modifikasiyaları böyük uğur qazandı. Bu modellər Vilnius nəqliyyat vasitələri zavodunda hazırlanırdı və layihəyə məşhur Litvalı yarışçı, SSR-nin əməkdar idman ustası, ralli üzrə 10 qat SSR çempionu Stasis Brunza rəhbərlik edirdi. Ralli üçün hazırlanmış 05 adi versiyadan xeyli fərqlənirdi. Avtomobil daha enli idi və xüsusi aerodinamik qabartmalara malik idi. Çəki azaltmaq üçün bamperlər çıxardılmış, bəzi kuzov elementləri isə alüminiumdan hazırlanmışdı. Nəticədə cəmi 980 kiloqram olan bu avtomobil 100 km/saat sürətdə 9,4 saniyəyə çatırdı. Maksimal sürəti isə 195 km/saata qədər yüksəlirdi. Bu avtomobil yalnız SSR daxilində deyil, beynəlxalq yarışlarda da iştirak edirdi. O cümlədən sosialist ölkələrinin dostluq kuboku çərçivəsində çıxış edirdi. İdman versiyalı 05 Almaniya, Macarıstan, Norveç, İsveç, Panama və Kolumbiya kimi ölkələrdə satılırdı. Bu avtomobillərin qiyməti isə təxminən $20.000 civarında idi.